4 saatlıq uçuşdan sonra Avropanın incisi Budapeştə çatmaqdayıq. Dunay çayı boyunca uzanan tarixlə müasirliyin vəhdət təşkil etdiyi bu şəhər bizi qarşılayır. Yaz olmasına baxmayaraq, hava qismən küləkli və yağışlı idi. Budapeşt mərkəzi Avropada yerləşir və Macarıstanın paytaxtıdır. Şəhər Avropa İttifaqı üçün mədəni və strateji baxımdan önəmli mövqeyə malikdir. Tarixən Avstriya Macarıstan imperiyasının bir parçası olmuş bu şəhər, Şərqi və Qərbi Avropa arasında körpü rolunu oynayır. Hazırda 2 milyona yaxın əhalisi ilə Macarıstanın ən böyük şəhəridir və Dunay çayının hər iki sahilində yerləşir. Son dövrlərdə Avropada baş verən siyasi və iqtisadi dalğalanmalara baxmayaraq, Budapeşt sabitliyi və turizm potensialı ilə diqqət mərkəzində qalmağı bacarır. Prezident İlham Əliyevin Macarıstana səfəri 2 gün nəzərdə tutulub. Yəni təkcə səfər deyil bu, bir siyasi jest, bir strateji mesajdır. Türk dünyası coğrafi xəritə ilə yox, siyasi iradə ilə genişlənir. Bunun sübutu isə qərbdə dalğalanan Türk bayrağıdır desəm, yanılmaram, həm də bütün Türk dünyasının bayrağı. Çoxlarına görə Avropa mədəniyyətinin və klassik musiqinin şəhəridir Budapeşt. Amma bu günlərdə belə deyil. Bu səhər Budapeşt heç protokol şəhəri də deyil. Bu günlərdə bura bir tarix meydanıdır. İlk dəfə Türk Dövlətləri Təşkilatının liderləri bir müşahidəçi ölkədə, Macarıstanda toplanır. Səfərin ilk günündə Macar baş nazir Prezident İlham Əliyevi qarşılayır. Bəzən bədən dili siyasətdə çox şey deyir. Bu səhnədə biz təkcə diplomatik mərasim görmürük. Burada təcrübə ilə formalaşmış bir güvən var. İlham Əliyevlə Viktor Orbanın görüşündə ilk diqqət çəkən detal əl sıxmanın yumşaqlığı və bərabər hündürlükdə baş verməsidir. Bu liderlər arasında nə rəqabət, nə də dominasiya olmadığını göstərir. Bu təhlükəsizlik və etibar hissidir. Bədənlərin bir-birinə yaxın olması, çiyinlərin açıq durması və başların bir-birinə doğru azacıq yönəlməsi, gülümsəmə. Psixologiyada müqavimətsiz əlaqə adlanır bu. Yəni bu görüşdə müdafiə mövqeyi yoxdur, tam əksinə səmimi qəbul var. Göz kontaktı uzundur, amma sərt deyil. Baxışda sorğu yox, tanışlıq və rahatlıq var. Bu artıq liderlərin bir-birini test etdiyi mərhələ deyil. Bu, qardaşların bir baxışla çox şeyi başa düşdüyü nöqtədir. Bu səhnədə görünməyən, amma hiss olunan bir mesaj da var. Bizim təkcə kökümüz bir deyil, bizim sözümüz də birdir. Prezident Əliyevi Budapeştdə xüsusilə səmimiyyətlə salamlayıram. Biz bugün Macarıstanın köhnə dostunu görürük. Dostlar gündə tanınar və artıq 20 ildən artıq bir dövrdür ki, Macarıstanın qarşılaşdığı istənilən sahədə, diplomatiyada, neft-qaz sənayesində və digər bir sahədə üzləşdiyi istənilən çətinliyi zamanı hər zaman Prezident Əliyev bizim yanımızda olmuşdur. Yer gəlmişkən Prezident İlham Əliyev burada təkcə bir ölkəni deyil, regional çəkini təmsil edir. Macarıstan-Azərbaycan əlaqələri uğurla inkişaf edir. Biz dost ölkələrik, strateji tərəfdaşıq və bugün danışıqlar zamanı və məhdud tərkibdə keçirilmiş görüş zamanı bir daha gördük ki, bir çox məsələlər üzrə mövqeyimiz üst-üstə düşür. Bugün dəyişən dünyada gedən proseslərə nəzər saldıqda yenə də mövqelərimizdə elə bir böyük fərq yoxdur.
budur. Gözlənilən gün gəldi. Səhər saatlarından Budapeşt küçələrində hərəkətlilik hiss olunur. Dövlət bayraqları dalğalanır, mərkəzi küçələrdə təhlükəsizlik tədbirləri gücləndirilir. Türk dünyasının liderləri bir-bir Budapeştə gəlir. Bu tarixi gündə Macarıstan Türk Dövlətləri Təşkilatının dövlət başçılarının qeyri-rəsmi zirvə görüşünə ev sahibliyi edir. Macarıstan uzun illərdir Türk Dövlətləri Təşkilatının müşahidəçi üzvü kimi təşkilatla əlaqələrini genişləndirməkdə maraqlıdır. Budapeştdə keçirilən bu görüş isə artıq münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir. Bura yalnız protokol məkanı deyil, bugün Budapeşt Türk coğrafiyasının strateji baxışlarını, ortaq hədəflərini və gələcək əməkdaşlıqlarını müəyyənləşdirən mühüm bir platformadır. Mən Prezident Əliyevə də səmimi qəlbdən minnətdarlığımı bildirmək istəyirəm. Çünki ötən il Azərbaycandan ilk qaz nəql edilmişdir. Bu əvvəllər heç vaxt baş verməmişdir. İlk dəfə idi ki, bu baş verirdi və cənab prezidentə söz verirəm ki, biz gələcəkdə bunun qarşılığını verə bilərik. Biz keçən il rəsmi şəkildə təsis olunmuş Türk İnvestisiya Fondunun tezliklə layihə fəaliyyətlərinə başlayacağını gözləyirik və bu irəliyə atılmış mühüm bir addımdır. Bu fond ticarət, logistika, infrastruktur, rəqəmsal iqtisadiyyat, energetika, sənaye, turizm və sahibkarlıq kimi milli prioritetlərin dəstəklənməsi üçün mühüm bir mexanizm kimi xidmət edəcək. Bu il Türk İnvestisiya Fondunun rəsmi olaraq fəaliyyətə başlaması nəzərdə tutulur. Türk dövlətləri ilə nəqliyyat sahəsində əməkdaşlığımız güclənir. Son illər ərzində Azərbaycanda nəqliyyat infrastrukturuna, avtomobil yollarına, dəmir yolu xətlərinə, dəniz limanına, gəmi qayırma zavoduna, hava nəqliyyatına böyük həcmdə sərmayələr qoyulmuşdur. Nəticədə açıq dənizlərə çıxışı olmasa da, Azərbaycan Avrasiyanın nəqliyyat logistika mərkəzlərindən birinə çevrilmişdir. Qazaxıstandan Avropaya qaz ixracını artırmaq təşəbbüsünü dəstəklədiyinə görə mən Azərbaycan prezidenti Zat aliləri İlham Əliyevə səmimi qəlbdən minnətdarlığımı bildirmək istərdim. Səylərimizin Türkiyə və Macarıstan tərəfindən alqışlanmasını və dəstəklənməsini yüksək qiymətləndiririk. Can Azerbaycan'ın Ermenistan'la barış anlaşması üzerinde mutabık kalmasından memnunuz. İki ülke arasında kalıcı barış tesis edilebildiği takdirde bu durum şüphesiz Türk dünyamız için birçok fırsatı da beraberinde getirecektir. Bu noktada Muzaffer Cumhurbaşkanı aziz kardeşim Aliyev'in bölgeye barışı getirecek lider olarak tarihe geçeceğinden eminim. Türksoy dövlətlərimiz arasında mədəniyyət sahəsində əməkdaşlığın inkişafında xüsusi yerə malikdir. Hesab edirəm ki, bu sahədəki səylərimizi yeni səviyyəyə qaldırmaq və Türksoyun nüfuzunu daha da artırmaq üçün onun fəaliyyətini və strukturunu müasir tələblərə uyğun olaraq təkmilləşdirmək lazımdır. Budapeşt sammiti Türk dünyasının qərbə çıxışının simvolik mərhələsidir. Ancaq bu təkcə iqtisadi və ya mədəni yaxınlıq deyil. Bu geosiyasi kodların dəyişməsidir. Toplantının adı qeyri-rəsmi olsa da verilən qərarlar, ötürülən mesajlar göstərdi ki, tədbir kifayət qədər strateji və rəsmidir. İlham Əliyev, Rəcəb Tayyip Ərdoğan, Kasım-Jomart Tokayev, Şövkat Mirziyoyev, Sadır Japarov və qonaqları qəbul edən Viktor Orban. Bunlar təkcə ölkələrin rəhbərlərinin adları deyil, bugün bu adlar birlik xəritəsini yazan əllərdir. Vacib element Avropa İttifaqı inteqrasiya modelidir. Dövlətlər güc paylaşır, suverenlikdən imtina edir. Türk Dövlətləri Təşkilatı isə fərqli yol seçir. Koordinasiya modeli. Yəni, heç kim gücündən vaz keçmir, amma ortaq dildə danışmağa razılaşır. Bu model post-sovet və post-imperial dünyada yeni alternativdir. Qərb üçün təhlükəli olan da budur. Nəzarət edə bilmədiyi, amma artan bir birlik. Budapeşt üçün isə bu toplantı sadəcə qonaqpərvərlik deyil. Macarıstan qərbdə özünü yalnız hiss edir.
Brüsselin təzyiqləri, Vaşinqtonla məsafə. Viktor Orban üçün Türk Dövlətləri Təşkilatı alternativ deyil, B plan deyil, gələcək plandır. Bəli, bugün Avropada Macarıstan coğrafi siyasi mərkəzdə, amma bu şəhər siyasi periferiyaya aid olmaq istəmir, o əsl mərkəz olmaq üçün qərbə, yox, şərqə dönür. Bəli, bu sammit bir ilkdir. Müşahidəçi ölkə Macarıstan ilk dəfə Türk Dövlətləri Təşkilatına ev sahibliyi edir. Bu sadəcə bir tədbir də deyil. Macarıstanın Türk dünyasına baxışında yeni səhifədir. Və sonda dəyişiklik bəzən döyüşlə gəlmir. Bəzən yeni güclər masada görünmədən yavaş-yavaş yüksəlir. Türk Dövlətləri Təşkilatı artıq gündəmi dəyişdirən yox, gündəmin özüdür. Bu birlik inteqrasiya yox, koordinasiya modelinə əsaslanır. Bu yanaşma məşhur beynəlxalq münasibətlər nəzəriyyəçisi Josep Nye və Robert Kiyonahinin irəli sürdüyü mürəkkəb, qarşılıqlı asıllıq modelinə bənzəyir. Burada güc paylaşılmır, güc paralel şəkildə yönləndirilir.